ATV Mağazin Şamaxıda. Bu dəfə Şamaxıya üz tutmağımıza səbəb xalq artisti, xanəndə Mələk xanım Əyyubovanın yubiley konserti oldu. Mənim Şamaxıdakı o gözəl yubiley konsertim ATV Mağazində. Respublikanın xalq artisti, professor Mələk xanım Əyyubovanın solo konsertidir. Gəlin alqışlayaq. Aslanın erkeğin işçi olmaz deyiblər. Şamaxı diyarına, Şirvan toprağına həqiqətən bir ulduz kimi şöylə saçdı. Xəbəriniz olsun ki, xalq artisti Mələk xanım Əyyubova 50 yaşına qədəm qoydu. İllərdir, 32 ildir mən artıq səhnədəyəm və bu illərdir məni sevə-sevə, əzizləyə, çox dərin məhəbbətlə bugünkü günə gətirib çıxardan bir xalqımız var. İli hər il Mələk xanımın ilidir. Amma bu il əsas yubileylə bağlı olduğuna görə bu il ilin axırınacan Allah eləsin ki, bizim ilimiz olsun. İfaçı bu yubileyi doğulub böyüdüyü Şamaxıda Mədəniyyət evində qeyd elədi. Mən hələ uşaq ikən Şamaxıdan ən birinci 76-cı ildə festivalda Moskvada festivalda, yəni Şamaxını mən təmsil eləmişəm. Şamaxı aşıqları ilə, Şamaxı xanəndələri ilə bərabər. Hər kəssə əsl muğam gecəsi yaşadan xanəndəni həmişəki kimi xalq artistləri Mühlət Müslümov və Fəxrəddin Dadaşov müşayiət edirdi. Təvəzzökarlıqdan uzaq da olsa, bu yubiley o bir yubileylərə bənzəmədi. Bir-iki gündən sonra Moskvada bizim çox hörmətli, səlahiyyətli səfirimiz Polad müəllimin dəvəti ilə Moskvada inşallah bu qeyd olunacaq və ondan sonra da onun davamı inşallah gedəcək Türkiyədə və başqa ölkələrdə. Xanəndənin gecəsinə qardaşı oğulları Ramal və Vüsal da gəlmişdi. Onlar artıq qohum deyilər. Onlar artıq özlərinə bir cığır açan, yol açan ifaçılardır. Konsert boyu Əyyubovanın əynindəki bahalı libası gözümüzdən qaçmadı. Çox bahalı, çox həddən artıq bahalılar əlbəttə. Bu baha başa gəlmək o deməkdir ki, onlar baha tikirlər yəni bunu. Parçaların özləri çox yəni bahalı. Mənim geyimimdə də bir o çalarlar olsun, məsəl üçün buta şəkli. Onları alıram, amma sonra onlara özüm əlavələr eləyirəm. Bu paltara bax bu rəngi əlavə etmişəm. Mənim də paltarlarım bilirsiniz 10 metr, 15 metr. Görün indi hara vurur çıxır və yaxud hamısı Swarovski daşlarla. Sənətkar deyə el aləmə car çəkən müğənnilər Əyyubovanın bu kəlmələrinə yaxşı qulaq assa yaxşıdır. İfaçı var ki 10 ildir, 15 ildir. Hələ güclə gəlib bu sənətə. Deyir, mən 30 ildir sənətdəyəm. Xanım xanəndə deyir ki, artıq tərif sənətkarı belə gözdən salar. Onlar özlərinə o sözü deməklə yüksəklərə qaldırmır. Əksinə, xalqın da gözündən düşürlər. Deyir, nə cür böyük bir sənətkar da olsam, mənim ixtiyarım yoxdur özümə sənətkar deməyə. O zirvə də bəlli deyil. Adam deyir ki, mən artıq zirvədəyəm. Zirvənin sonu yoxdur. Sənət aləmində baş verənlərdən söz açan Mələk xanımın bu günlərdə sevinci yerə göyə sığmır. Əyyubova nənə olub. Nəvəzin adı nədir? Murad, nənəsinə öz muradını çatdırır. Bir üzü gülən xanım xanəndənin gözü yol çəkir. Xalq artisti oğlunu əskər yola salıb. Oğlum bütün yəni universitet, xaricdə də universitetləri oxudu. Bakıda da yəni universiteti bitirdi. Bu il göndərdik hərbi xidmətə. Hərbi xidməti bitirsin, sonra ürəyi könlü kim istəyər? Namizəd var. Namizədi var.